Evlənmək üçün hansı qadın daha yaxşıdır? Evlənmək istəyən şəxs qadın seçərkən deyiləcək bu sifətlərə malik qadın seçsin. Birinci, dindar olsun. Əbu Hüreyrə radiyallahu anhu Peyğəmbərin sallallahu aleyhi və səlləmin belə dediyini rəvayət edir. 4 xüsusiyyətə, var dövlətə, nəsil nəcabətə, gözəlliyə və dinə görə qadınla nikah bağlanar. Din xüsusiyyətinə üstünlük versən, əlin xeyrə çatar. Buxari, Muslim, Əbu Davud, Tirmizi, Nəsai, İbn Macə. İkinci, bakirə olsun. Əgər dul qadınla evlənmək daha məsləhət olarsa, bunu edə bilər. Cabir ibn Abdullah radiyallahu anhu deyir, mən Peyğəmbərin sallallahu aleyhi və səlləmin vaxtında bir qadınla evləndim. Bir dəfə onunla qarşılaşanda o mənə dedi, ey Cabir, evlənmisən? Mən, bəli. O, bakirə yoxsa dul qadınla? Mən, dul qadınla dedim. O, səninlə əylənsin deyə bakirə qadınla evlənərdin də? Mən, ey Allahın elçisi, mənim bacılarım var. Mən qorxdum ki, bakirə qadınla evlənsəm, o məni bacılarımdan yayındırar. O, qoy sən istəyən olsun. Həqiqətən qadınla dininə, var dövlətinə və gözəlliyinə görə nikah bağlanır. Sən din xüsusiyyətinə üstünlük ver, əlin xeyrə çatar. Muslim rəvayətin mətni ona məxsusdur. Bu rəvayətə oxşar, amma sonuncu cümləsiz bu alimlər rəvayət ediblər. Buxari, Əbu Davud, Tirmizi, İbn Macə, Muslimin rəvayəti kimi də və əlavə ilə. Nəsai və digərlər rəvayət etmişdir. Evlənmək üçün hansı kişi daha yaxşıdır? Əgər kişi yuxarıda dediyimiz qadınları seçməlidirsə, qadının qayyumu da onun üçün əməli salih bir kişi seçməyə çalışmalıdır. Əbu Hatim Əl-Muzani radiyallahu anhu Peyğəmbərin sallallahu aleyhi və səlləmin belə dediyini rəvayət edir. Dinindən və əxlaqından razı qaldığınız kimsə sizə evlənmək üçün müraciət edərsə, onunla nikah bağlayın. Əgər siz bunu etməsəniz, yer üzündə böyük fitnə fəsad olar. Və bunun şahidi olduq biz bəzi ölkələrdə. Yəni, artıq kişilər arasında seçim öz qızı üçün gözəl maaşı, gözəl miniyi, gözəl vəzifəsi daha üstünlük tutur, nəinki təqvası və əxlaqı. Nəticədə buna bir quş, ona bir quş, ona bir quş və neynilər elçiləri yola salırlar və qız qarıyır, dul qalır və böyük fəsadlar törənir, psixi xəstəliklər və s. və s. depressiya və s. Və daha böyük şərlərdə qapılar açıla bilər. Həmçinin mehirlərin qalxması, ifrat şəkildə toyların edilməsi, ifrat şəkildə hədiyyələrin və cəhizlərin tələb olunması, ifrat şəkilində şərtlər qoyulması, qız atasının hərdən tamaha düşüb qızını oxutturduğuna görə və ali saat verdiyinə görə, oxutturduğuna, işə təmin etdiyinə görə və qız gözəl maaş gətir deyə onun maaşından məhrum olmasın deyə onu evləndirmir, təxirə salması. İllə təfəaluhu təkun fitnətun fil ardi və fəsadun aril. Necə gəlir hədisdə? Əgər bunu eləməsəz, yəni evləndirməsəz, o zaman yer üzərində böyük bir fəsad olar. Hədis dinləyək tezdən. Əbu Hatim Əl-Muzani radiyallahu anhu Peyğəmbərin sallallahu aleyhi və səlləmin belə dediyini rəvayət edir. Dinindən və əxlaqından razı qaldığınız kimsə sizə evlənmək üçün müraciət edərsə, onunla nikah bağlayın. Əgər siz bunu etməsəniz, yer üzündə böyük fitnə fəsad olar. Hədis səhihdir. Səhih Sünən Tirmizi. Kimsə əməli salih insana öz qızı və ya bacısı ilə evlənməyi təklif edə bilər. Bu caizdir. Güya ki, bizim mentalitdə bu əyb sayılır. Halbuki nələri eyb saymırlar və nəyə eyb sayırlar? İnnə lillahi və innə ileyhi raciun. Bəli, bir qardaş öz bacısını, dul anasını ərz edə bilər salih bir insana, əxlaqlı bir insana ki, bəs bu dul qalıb almaq istəyirsənsə, gəl al. Və yaxud da ki, dul deyil, əsla, bakirədir. Yəni, bir müəllim öz şagirdinə, öz qızını ərz edə bilər. Necə ki, Şeyx İbn Ütheyminin yanına bir nəfər gəlir. Şeyx elə bilir ki, o yenə də sual verəcək dərslə əlaqədar və şeyxin şagirdlərindən olur. Deyir, şeyx, sualım bundan ibarətdir ki, Allah s.ə.v. ismi ilə və Peyğəmbər s.ə.v. sünnəti ilə qızını mənə verərsənmi? Açıq şəkildə şeyxə deyir. Və şeyx deyir, tutuldu. Çünki gözləmirdi, sustu. Qəlbi bir hisslər keçirdi, gözləmirdi yəni. Və sonra gözlərini qaldırdı, dedi ki, oğlum, səndən xeylisini harına tapacam?
elm tələbəsi idi, güclü elm tələbəsi. Bu saçı Riyaddakı alimlərdən biri də həmin insan. Şeyxin kürəkəni. Dedi ki, Şeyx Rahiməllah, səndən xeyrisini hardan tapacağım? Və evləndirdi. Və şeyx əməl elədi sünnəni. Bir əxlaq və təqva əhli gələrsə qızı verdi. Aydındır. Və xulasa, yəni ərz eləmək olar. Hər iki tərəf ərz elə bilər. İnsan gəlir birbaşa qızın atasına ərz elə bilər. Həmçinin qızın atası ərz elə bilər. Əgər misal üçün xeyli bir mauna bilirsə ona, gəlib deyə bilər ki, kim səni qızımla evləndirib, nə baxırsan, necə baxırsan? Aydındır. Təbii burada kişinin şərəf məsələsi var. Atanın, yəni heybəti var. İstəməzdə sınsın. Ona görə adətən bizim adətdə bu yoxdur. Ancaq eyb yoxdur dində. Caizdir bu. Həmçinin dul qadını yaxşı olardı ki, onun övladları kömək etsin ona evlənməyə. Həmçinin nədir? Dul bacını, qardaşları evləndirsin. Heç bir eyb yoxdur orada. Onu ərz edirlər və bu saçça biz bəşəriyyətin ən xeyli insanlarının bunu necə elədiyini bu hədisdə görək. İbn Ömər radiyallahu anhu deyir ki, Ömərin qızı Həfsa əri Xuneys ibn Huzəfə Əs-Səhmidən dul qalmışdı. O, Peyğəmbərin sallallahu aleyhi və səlləmin səhabələrindən idi və Mədinədə vəfat etmişdi. Ömər ibn Əl-Xəttab deyir ki, mən Osman ibn Əffanın radiyallahu anhunun yanına gəldim və ona Həfsa ilə evlənməyi təklif etdim. Yəni sən Omardan da qeyrətli deyilsən, Omardan da qısqanc deyilsən, Omardan da güclü şəxsiyyət deyilsən, Omardan da imanlı deyilsən, Omardan da təqvalı deyilsən, Omardan da üstün deyilsən, əfsəl deyilsən. Omar gəlir və görür ki, layiqli bir şərəfli insan var. Sahabiyün Cəlil Uthman bin Affan, Osman, Hafsa ilə evlənməyə necə baxırsan? Baxın, din bunu mübah eləyib, bu ərz olar. Təbii ki, Osman kimi şərəfli insan heç Omarın xətrinə dəyərmi? Yəni qız atasının xətrinə dəyərmi? Ya susacaq, ya deyəcək ki, qoy düşünüm, ya deyəcək ki, o istixar eləyim, ya deyəcək ki, sabah cavab verərəm. Aydındır. Ömər ibn Əl-Xəttab radiyallahu anhu deyir ki, mən Osman ibn Əffanın radiyallahu anhunun yanına gəldim və ona Həfsa ilə evlənməyi təklif etdim. O isə, mən bu haqda fikirləşərəm, dedi. Mən bir neçə gün gözlədim, sonra o məni görüb dedi, mən bugün evlənməyi düşünmürəm. Ömər radiyallahu anhu deyir, mən Əbu Bakr Əs-Sıddıqlə qarşılaşdım və dedim, istəyirsənsə qızım Həfsanı sənə verərəm. Əbu Bakr radiyallahu anhu isə sustu və heç bir cavab vermədi. Mən buna görə Osmandan çox ona hirslənirdim. Mən bir neçə gün gözlədim və sonra Peyğəmbər sallallahu aleyhi və səlləm Həfsa ilə nişanlandı. Və mən də onların nikahını bağladım. Sonra Əbu Bakr radiyallahu anhu mənimlə qarşılaşdı və dedi, hər halda sən mənə Həfsa ilə evlənməyi təklif etdikdə və mən sənə heç bir cavab vermədikdə mənə çox hirslənmisən. Ömər deyir ki, mən bəli deyərək cavab verdim. Əbu Bakr radiyallahu anhu dedi, mənim sənə bir cavab deməyimə mane olan amil Peyğəmbərin sallallahu aleyhi və səlləmin Həfsa ilə evlənmək istəyi olduğunu bilməyim idi. Amma mən Peyğəmbərin sallallahu aleyhi və səlləm sirrini açan deyildim. Əgər Peyğəmbər sallallahu aleyhi və səlləm onunla evlənməsəydi, o zaman mən evlənərdim. Hədis səhihdir. Səhih Sünən Nəsai, Buxari Nəsai. Həqiqətən Allah Nəbisi sallallahu aleyhi və səlləmdən sonra ümmətin sıddıqı, bax budur Əbu Bakır, əxlaqa baxın. Yəni, bir sözlə, ya Omar bin Xattab, Hafsadan daha xeylisini mən hardan tapacam? Ancaq mən sənə heç nə deyə bilmərəm. Mən sənin yanında susmağa məcburam və deyiləsi şey də var, onu da deyə bilmərəm. Çünki Rasulullah sallallahu aleyhi ve sellemdən duymuşam, hiss eləmişəm və mənə yaraşmaz onun sirrini ifşa eləməyə. Baş verənlərə baxaq, görək zaman gələr, özünü göstərəcək. Susuram. Bu günlər mən sənin qəzəbinə düşər oldum, sənin etibarını itirdim, sənin sevgini itirdim. Ancaq bu müvəqqətidir. Elhamdülillah Allah Nəbisi olsam onunla evləndi, onunla xitab elədi, onunla nişanlı oldu. İndi bildin ki, Omar mən niyə heç cavab vermədim? Aydındır. Bu da Əbu Bakr radiyallahu anh, subhanallah, həqiqətin hikməti, onun fəziləti, onun üstünlüyü. O bilirdi ki, Rasulullah sallallahu aleyhi ve sellem Hafsanı istəyir və Hafsa onun həyat yoldaşı olacaq. Ancaq heç nə deyə bilməzdi. Çünki bu duyğalar müzakirə olunmamışdı. Həmçinin burada olan faydalardan biri ki, Əbu Bakrın Rasulullah sallallahu aleyhi ve sellemdən nə qədər yaxın olması haqqında xəbər verir.
Çünki bu sirləri, belə xəfif sirləri yalnız ən yaxın dostlar bilir. Açıq dəlildir ki, Əbu Bakır Sıddiq Rasulullahın dostudur. Bu qədər xəfif şeyləri bilmək yalnız ən yaxın dostlara məxsusdur. Həmçinin Əbu Bakır Sıddiqin Rasulullah sallallahu əleyhi və səlləm ən yaxın dostu olmasına dəlillərdən biri elə bu hədisdəki olan sözləridir ki, mə kən yənbəği ən necə deyir? Liəfşə sirrə Rasulillah. Mənə Rasulullah sallallahu əleyhi və səlləmin sirrini ifşa etmək yaraşmazdı. Baxın, əsl dostluq. As-sohbə. Həqiqətən, yəni Əbu Bakır Sıddiq ilə Rasulullah sallallahu əleyhi və səlləmin dostluğu. Alə kullin, hədisdən götürülən fayda ərz eləmək caizdir, halaldır, mubahdır. Allah qatında təmiz olan təmizdə qalacaq. Təmizdə sayılacaq. Bizim ürfümüzdə bu yoxdur. Bizim adətimizdə, mentalitimizdə belə yoxdur. Allah Subhanahu taala daha ağyardır. Aydındır. Nə Allahdan, nə də onun Rəsulundan heç kim ağyar deyil təbii ki. Ona görə nə Rasulullahdan, nə də Rəbbindən heç kim ağyar da ola bilməz. Allah Subhanahu taala bu şeyi mubah görürsə, bu mubahlığında da qalır.